Ateistlərin bizə ən çox atdığı o məşhur sözü yəqin eşitmisən. Sən Azərbaycan kimi müsəlman ölkəsində doğulduğun üçün İslama inanırsan. Hindistanda doğulsaydın, indi inəyə tapınırdın. Deməli, sənin inancın həqiqət yox, sadəcə coğrafiyadır. Sənə elə gəlir ki, bu sözlə hər şeyi həll etdin? Yaxşı dinlə. Əslində sən necə böyük bir məntiq uçurumuna düşdüyünün fərqində deyilsən. Gəl sənin o coğrafiya argumentini 3 həmlə ilə kökdürüm. Birincisi, bir şeyin sənə harda və necə öyrədilməsi o məlumatın yalan və ya doğru olmasını təyin etmir. Məsələn, sən Yaponiyada doğulsaydın və məktəbdə sənə 2 + 2 bərabərdir 4 olduğunu öyrətsəydilər, bu riyazi həqiqət sən Yaponiyada doğduğun üçün yalan olacaqdı? Əlbəttə yox. Həqiqət coğrafiyadan asılı deyil. Mənim İslama, Azərbaycanda və ya başqa yerdə inanmağım, İslamın mütləq həqiqət olmasına heç bir zərər gətirmir. İkincisi, gəl bu məntiqi elə sizin özünüzə tətbiq edək. Sən də bugün 21-ci əsrdə sekulyar bir cəmiyyətdə doğulduğun, internetdə 2-3 ateist videosuna baxıb təsirləndiyin üçün ateistsə. Əgər sən 1000 il əvvəl fərqli bir cəmiyyətdə doğulsaydın, indi bəlkə də hansısa kilsədə rahib idin. İndi mən sənə deyim ki, sənin ateizmin sadəcə dövrün və coğrafiyanın nəticəsidir. Deməli, yalandır? Öz məntiqinizlə elə özünüzü vurdunuz. Üçüncüsü və ən önəmlisi. Deyirsən ki, dünyada 4000 din var. Hamısı özünün haqlı olduğunu iddia edir. Bəs sən necə əminsən ki, düzgün olan səninkidir? Sənə mükəmməl bir misal çəkim. Təsəvvür et ki, ortada bir dənə əsl, orijinal $100 əskinas var və saxtakarlar onun 3999 dənə fərqli saxta versiyasını çap ediblər. Sən o saxta pulların çoxluğuna baxıb deyə bilərsənmi ki, dünyada bu qədər fərqli pul var, deməli, əsl pul deyə bir şey yoxdur, hamısı yalandır? Əsla. Əksinə, məntiq deyir ki, bir şeyin saxtası bu qədər çoxdursa, deməli, onun mütləq bir dənə təməl orijinalı, həqiqisi var. Bütün o saxtalar o həqiqinin kopyalarıdır. Məhz sənə verilən o ağıl da saxtalarla orijinalı bir-birindən ayırmaq üçündür. Coğrafiya insanın sadəcə başlanğıc nöqtəsidir. Amma o ağılı işlətmək insanı həqiqətə, yəni tək olan yaradana aparır. Məntiqsiz argumentlərin arxasında gizlənib həqiqətdən qaçmayın.